Niyə antiparazitlər proqramı mütləq bizə vacibdir keçmək? İldə 2 dəfə. Ən vacibi baharda, bir də ki, inşallah payızda ən azından 2 dəfə, ən azından və bunu kim eləyir? Əlbəttə ki, bu kəslər eləyir ki, həm öz sağlamlığının qayğısına qalır, həm də öz ailəsinin qayğısına qalır. Çünki baxın, çoxları elə bilir ki, onun qidasını idarə edən özüdür. Xeyr, onun nə yeyib də, nə yemədiyini idarə edən bağırsaqda olan o mikrobiyomdur. Yəni parazitlərdir, göbələklərdir ya da bizə lazım olan bakteriyalardır və ona görə bizdə xüsusi qida vərdişləri olur. Baxın, çoxları bir də görsün çoxlu şirniyə meyillidir. Şirniyə meyilli nə deməkdir? Artıq patogen göbələklər, parazitlər baş qaldırıb aktivləşir və qida tələb edir. Elə insanlar var ki, çoxlu ət yeməkdir, ətə meyillidir. Bax, bu meyilli o deməkdir ki, yəni biz o qidanı seçmirik, bizim orqanizmimiz seçmir, hüceyrəmiz seçmir, o bağırsaqda olan mikrobiyom var, bax, o seçir. O seçir bizim hansı yeməyi, qidanı qəbul etmək. Və bütün bunun nəticəsində bağırsaqda olan proseslər, yəni bizim mikrofloramız əziyyət çəkir və bu da nəticə